Salam. Əgər 9-cu sinif buraxılış imtahanına hazırlaşırsınızsa, bu video sizin üçün çox vacibdir. Bu videoda Dövlət İmtahan Mərkəzinin 9 illik modelinə uyğun hazırlanmış sınaq imtahanının 3-cü variantını tam izah edirəm. Diqqətlə baxın, çünki bu tip suallar imtahanda qarşınıza çıxacaq və 90% şagirdin səhv etdiyi mövzulardandır. N-ci dərəcədən kök, rasional üslü qüvvət. Birinci test. Dəyişənin hansı qiymətlərində kök altında 8 plus 4x ifadəsinin mənası var? Bilirik ki, cüt dərəcədən kökün altında mənfi ola bilməz. Deməli, kök altı ifadə böyükdür, bərabərdir 0 olmalıdır. Yəni 8 üstəgəl 4x böyükdür, bərabərdir 0. Buradan da alırıq ki, 4x böyükdür, bərabərdir mənfi 8-dən. Yəni x böyükdür, bərabərdir mənfi 2-dən. Mənfi 2-dən böyük bərabərlər. Cavab C bəndi. İkinci. Kök altında mötərizədə pi minus kökdə 15 mötərizənin kvadratı, üstə gəl, kök altında mötərizədə kökdə 15 çıx 2 pi mötərizənin kvadratı ifadəsini sadələşdirin. Burada kvadratla kökü aparaq və qalsın modulda pi minus kökdə 15. Digərində də kvadratla kök gedir, qalır modulda kökdə 15 çıxılsın 2 pi. Pi haqqında bilirik ki, pi sabit ədəddir və 3,14-dür. Təxminən pi təqribən 3,14-dür və 3,14 kiçikdir 3,2-dən. 3,2-ni isə kökün altına salanda 3,2-nin kvadratı, yəni 10,24 kimi girir kök altına. Bu da kökdə 15-dən kiçikdir. Deməli, onda belə çıxdı ki, pi ədədi, pi kiçikdir kökdə 15-dən. Pi kökdə 15-dən kiçikdirsə, deməli bu modulun içindəki bu mənfi ədəddir. Əgər modulun içindəki mənfidirsə, deməli moduldan onun əksi çıxır. Digər modulun içərisi də mənfi olur. Niyə? Çünki 2 pi artıq 2 vurulsun 3,14, yəni bu artıq 6-dan böyük ədəddir. Kökdə 15 isə 4-dən kiçik ədəddir. Bu da mənfidir. Deməli, buradan da bunun əksi çıxır. Mənfidir. Buradan da əksi çıxacaq. Onda bərabər olar. Bu ifadə bərabərdir. Pi çıx kökdə 15-in əksi kökdə 15 çıx pi'dir. Üstə gəl. Kökdə 15 çıx 2 pi'nin əksi 2 pi çıx kökdə 15'dir. Burada müsbət kökdə 15 ilə mənfi kökdə 15-in cəmi 0-dır. Mənfi pi ilə müsbət 2 pi'nin də cəmi eləyir müsbət pi. Deməli, cavab oldu A bəndi. Üçüncü. B kiçikdir 0 olduqda 14-cü dərəcədən kök altında A üstü 28 vurulsun B üstü 42 ifadəsini sadələşdirin. Əgər B mənfidirsə, onda 14-cü dərəcədən kök altında A üstü 28 vurulsun B üstü 42 ifadəsini sadələşdirmək üçün əvvəlcə hər ikisini 14-cü dərəcədən qüvvət kimi yazmaq olar. Yəni A üstü 28 A üstü 2-nin B üstü 42 isə B üstü 3-ün 14-cü dərəcədən qüvvətlərdir. Bunu belə yaza bilərdik. O da bərabərdir. Yenə kökün dərəcəsi ilə kök altı ifadənin qüvvət üstü eyni olduğundan bunları ixtisar etmək olar, amma cüt dərəcədən olduğu üçün modula düşür. Modulda A kvadrat B kub. İndi moduldan çıxartmaq üçün A kvadrat onsuz da müsbətdir, buradan özü çıxır. Amma B mənfidirsə, onda onun kubu da mənfidir. Ona görə oradan mənfi işarəsində çıxardırıq. Olur mənfi A kvadratı B kubu. Yəni cavab oldu mənfi A kvadratı B kubu. Bu da B bəndindədir. Dördüncü. Mötərizədə 3 kökdə 6 çıx, 2 kökdə 2 mötərizənin kvadratı ifadəsinin qiymətini hesablayın. Bu ifadənin qiymətini hesablamaq üçün müxtəsər vurma eyniliyini tətbiq eləyək. Fərqin kvadratı.
bərabərdir. Birincinin kvadratı, yəni 3 kökdə 6-nın kvadratı. Çıxılsın 2 vurulsun birinci, vurulsun ikinci. Üstə gəl ikincinin kvadratı. İkinci də bizdə 2 kökdə 2-dir. İndi bunların hər birini hesablayaq. 3 kökdə 6-nın kvadratı. 3-ün kvadratı 9, kökdə 6-nın kvadratı 6. Çıxılsın. 2-ni 3'e 6, 6'ında 2, 12. 12 kök altında, kök altı ifadelerdi. Birbirine vuraq, olur 12. Üste gel. 2 kökdə 2'nin kvadratı. 2'nin kvadratı 4. Vurulsun kökdə 2'nin de kvadratı 2. Ve beraberdir. 9 vur 6 elədi 54. Çıxılsın. Buradaki bu 12'ni biz 4 vurulsun 3 kimi yazsaq, kökdə 4'dən 2 çıxar. Kökün xaricindəki 12'ye vurulsa qalar 24 kökdə 3. Üstə gəl, burada bir 8'də. 4 vur 2, 8 eləyir. O da bərabərdir. 54 ilə 8'in cəmi elədi 62. 62 çıxılsın 24 kökdə 3. Yəni cavab Y bəndi. 7 bölünmüş kökdə 53 minus 2 kəsrinin məxrəcini irrasionaldan azad edin. Kəsrin məxrəcini irrasionaldan azad etmək üçün məxrəcin qoşmasına vuraq. Deməli, məxrəcin qoşması kökdə 53 üstə gəl 2-dir. Surəti məxrəcin qoşmasına vursaq, məxrəcdə müxtəsər vurma eyniliyinə görə sonra kvadratlar fərqi kimi açırıq. Onda məxrəc bizə nə verir? Verir kökdə 53'ün kvadratı, o da eləyir 53. Çıxılsın 2'nin kvadratı, o da eləyir 4. Surətdə isə 7 vurulsun, kökdə 53, üstə gəl 2 var. 53'dən 4 çıxanda 49. Yazaq 49. Surətdə isə olduğu kimi yazaq. 7 vurulsun, kökdə 53, üstə gəl 2. 7 ilə 49'a ixtisar aparsaq, məxrəcdə 7, surətdə isə kökdə 53, üstə gəl 2 qalar. Bu da cavab Y bəndidir. 6-cı test. Kökdə 32, üstə gəl kökdə 108, üstə gəl kökdə 72, üstə gəl kökdə 48. Məxrəcdə isə kökdə 75, üstə gəl 5 kökdə 2 ifadəsinin qiymətini hesablayın. Hər bir kökün altındakını biz elə vuruqlara ayıra bilərik ki, o vuruqlardan biri tam kvadrat olsun. Məsələn, 32-ni biz 16 vurulsun 2 kimi göstərə bilərik. 108'i 36 vurulsun 3 kimi. 72'ni 36 vurulsun 2 kimi. 48'i isə 16 vurulsun 3 kimi göstərmək olar. Məxrəcdə kökdə 75'i 25 vurulsun 3 kimi göstəririk. Digəri isə elə vuruq kökün xaricindədir. 5 kökdə 2 bərabərdir. Kökdə 16'dan 4 çıxır. Oldu 4 kökdə 2. Üstə gəl. 36'dan 6 çıxır. Oldu 6 kökdə 3. Üstə gəl. Yenə də 36'dan 6 çıxdı. Bu dəfə kökün altında 2 qalıb. 16'dan isə 4 çıxır. Oldu 4 kökdə 3. 25'dən 5 çıxır. 5 kökdə 3. Üstə gəl 5 kökdə 2. Surətdə 4 kökdə 2'nin 6 kökdə 2 bizə verər 10 kökdə 2'ni. 6 kökdə 3'nin 4 kökdə 3 isə o da 10 kökdə 3'ü verər. Məxrəcdə də 5 kökdə 3 üstə gəl 5 kökdə 2'dir. Surət və məxrəcdən ortaq vuruq mötərizə xaricinə çıxartsaq, onu mötərizə xaricinə çıxartaq surətdən. Kökün mötərizənin içərisində qalır kökdə 2 üstə gəl kökdə 3. Məxrəcdən isə 5'i çıxartarıq mötərizə xaricinə. İçəridə qalar kökdə 3 üstə gəl kökdə 2. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Ona görə mötərizənin içərisindəki ifadələr eynidir. Yəni kökdə 2 üstə gəl kökdə 3, kökdə 3 üstə gəl kökdə 2 ilə eyni olduğu üçün bu vuruqları ixtisar eləyə bildik. 10 ilə də 5 ixtisar gedir, cavab qalır 2. Yəni cavab oldu C bəndi.
7-ci sual. 5 bölünmüş kökdə 75, üstəgəl 20 bölü kökdə 5 çıxılsın kök altında 3də 1 ifadəsini sadələşdirin. Bu ifadəni sadələşdirmək üçün yenə də 75-i biz 25 vurulsun 3 kimi yazsaq, üstəgəl ikinci kəsirdə isə məxrəci irrasionaldan qurtarmaq üçün surət və məxrəci kökdə 5-ə vuraq. Axırıncı kəsirdə də surətin kökü bölü məxrəcin kökü kimi yaza bilərdik. Kökdə 1-dən də 1 çıxır, ona görə o 1 bölü kökdə 3-dür. Burada 5 bölünmüş, kökdə 25-dən 5 çıxır, 5, 3 isə kökün altında qaldı. Üstəgəl, burada məxrəc kökdə 5-i kökdə 5-ə vursaq 5, surətdə 20 kökdə 5-dir. Çıxılsın 1 bölü kökdə 3 də var idi. Bu da bərabərdir. 5'lər ixtisar geçsə burada qalır 1 bölünmüş kökdə 3. 20 ilə 5 ixtisar geçsə qaldı 4 kökdə 5. Sonda da çıxılsın 1 bölü kökdə 3. Müsbət 1 bölü kökdə 3 ilə mənfi 1 bölü kökdə 3 islah olundu. Sıfıra getdi. Cevab qaldı 4 kökdə 5. Yəni cevab Y bəndi. 8-ci sual. Kök altında mənfi 5'in kvadratı, üstəgəl 3-cü dərəcədən kök altında mənfi 3'ün kubu, çıxılsın mənfi 2'nin kvadratı, çıxılsın mənfi 3'ün kubu ifadəsinin qiymətini hesablayın. Yenə də cüt dərəcədən köklə kök altı ifadənin qüvvət üstə eynidirsə, onları aparmaq olar, düşür modula. Modulda mənfi 5. Amma tək dərəcədən heç nə qorxusu yoxdur. Bunları ixtisar eləsək, elə qalır mənfi 3. Adi mötərizədə. Çıxılsın, mənfi 2'nin kvadratı 4'dür. Deməli, çıxılsın 4. Mənfi 3'ün kubu isə mənfi 27'dir. Bu da bərabərdir. Modulda mənfi 5'dən 5 çıxır. Üstəgəl mənfi 3 elə çıx 3 deməkdir. Çıxılsın 4. Çıx mənfi 27 isə üstəgəl 27 deməkdir. O da bərabərdir. 5'dən 3 çıxsaq 2, 2'dən 4 çıxsaq mənfi 2, mənfi 2'nin üstünə 27 gəlsə 25. Deməli, cevab oldu 25. C bəndi. 9-cu sual. Kök altında 2,7 vurulsun, kök altında 5,27'də 25 ifadəsinin qiymətini hesablayın. Bir kökün altında yaza bilərik. Kök altında 2,7 vurulsun 5,27'də 25. İndi kökün altındakı ifadəni hesablamaq üçün biri onlu kəsirdə, biri qarışıq ədəddir. Hər birini adi kəsir şəklində yazaq. 2,7'ni yaza bilərik. 10'da 27. 5,27'də 25 isə düzgün olmayan kəsirə çevirsək, 27'də 5'i 27'ye vuranda 135, üstünə 25 gəlsək 160. Burada 27'lər ixtisar gedir. 10'dan 160'da ixtisar gedər, qalar kökün altında 16. Kökdə 16'dan isə 4 çıxır. Deməli, cevab oldu C bəndi. 10-cu. A kiçikdir 0 və B kiçikdir 0 olduqda hansı ifadənin mənası var? Dərəcədən kökün altında mənfi ola bilməz. Baxaq, A bəndində. Əgər A mənfidirsə, deməli A kubu da mənfidir. B də mənfidir. Mənfi 2 də varsa, onda 3 dənə mənfi vurğun hasilə mənfidir. Bu da kökün altındadırsa, bunun mənası yoxdur. A bəndinin mənası yoxdur. B bəndində eyni qayda ilə A və B mənfi olduğundan onların tək dərəcədən qüvvətləri də mənfidir. Deməli, burada kökün altında elə bir ki, mənfi 2 vurulsun, mənfi vurulsun, B üstü 5 də mənfi olar. 3 dənə mənfi, cevab elədi mənfi. Kökün altında mənfi ola bilməz. B bəndində deyil. C bəndində A mənfi müsbət olmasından asılı olmayaraq A üstü 4 onu həmişə mənfi olmayan eləyir. Deməli, A üstü 4 müsbətdir. B isə mənfidir. B mənfidirsə, müsbəti mənfiyə vuranda cevab mənfi eləyər. Deməli, C bəndində mənası yoxdur. Kökün altında mənfi olmaz. D bəndində
Yenə də b üstü 8 müsbətdir. A kubu mənfidir. Amma qarşısında bir dənə də mənfi vuruq var. Deməli, mənfi, mənfi, müsbət. Müsbətə də müsbətə vuranda müsbət eləyir. D bəndinin mənası var. Hər ehtimala qarşı Y bəndini də yoxlayaq. A və B hər ikisi mənfi olduğundan mənfi 2-yə də vuranda 3 dənə mənfi vuruğunun hasili mənfi eləyir. Bunun da mənası yoxdur. Deməli, burada cavab oldu D bəndi. 11-ci test. A müsbət, B mənfi olduqda kök altında 25, A üstü 6 bölünmüş 49, B üstü 10 ifadəsini sadələşdirin. Bu ifadəni sadələşdirmək üçün kökü parçalaya bilərik və bilirik ki, vurma və bölmədə kökü parçalamaq olar. Yəni, ayrı-ayrı köklərin hasili və yaxud nisbəti kimi yazmaq olar. Biz bunu yaza bilərik. Kökdə 25 vurulsun, kök altında A üstü 6 bölünmüş, kök altında 49 vurulsun, kök altında B üstü 10. Kökdə 25-dən 5 çıxır. A üstü 6-dan modulda A kubu çıxır. 49-dan, kökdə 49-dan 7 çıxır. Kök altında B üstü 10-dan modulda B üstü 5 çıxır. İndi moduldan çıxartmaq üçünsə A və B-nin işarələrini nəzərə almaq lazımdır. A müsbət olduğundan müsbətin kubu da müsbətdir. Deməli, A kubu modulundan elə A kubunun özü çıxdı. Amma B mənfi olduğundan B üstü 5 mənfi olar. Və mənfi ədədin modulundan onun əksi çıxar. Onlar mənfi 7, B üstü 5. O mənfini də kəsrin qarşısına versək, mənfi 7-də 5, B üstü A kubu bölünmüş B üstü 5. Yəni, cavab B variantı. 12-ci sual. Mənfi kökdə 55 hansı iki ardıcıl tam ədədin arasında yerləşir? Bu suala cavab vermək üçün əvvəlcə kökdə 55-in hansı iki ardıcıl tam ədəd arasında yerləşdiyini araşdıraq. 55 hansı tam kvadratların arasında yerləşir? 55 yerləşir 49 ilə 64-ün arasında. Ona görə də kökdə 55, kökdə 49 ilə kökdə 64-ün arasında yerləşir. Kökdə 49-dan 7, kökdə 64-dən isə 8 çıxır. Deməli, kökdə 55 yerləşdi 7 ilə 8-in arasında. Onda mənfi kökdə 55 yerləşər mənfi 8 ilə mənfi 7-nin arasında. Cavab oldu D bəndi. 13-cü sual. 8-ci dərəcədən kök altında 3 vurulsun, 3-cü dərəcədən kök altında 9. Məxrəcdə də 4-cü dərəcədən kökün altında 9, 6-cı dərəcədən kök altında 243 ifadəsinin qiymətini hesablayın. Bu ifadənin qiymətini hesablamaq üçün gəlin biz bu 3-ü kökün altına salaq. Bilirik ki, hər hansı bir ədədi hansı kökün altına salırıqsa, həmin kökün dərəcəsini özünə qüvvət üssü seçir. Yəni ki, bütün hallarda A müsbət olarsa, onda A-nı biz n-ci dərəcədən kökün altına salanda A üstü n kimi girir. Yəni, bu qaydanı biz bura tətbiq edəcəyik. Ona görə də bu 3-ü bu kökün altına salanda olur 3-ün kubu kimi girir. 3-ün kubu, 9-u da 3-ün kvadratı kimi yaza bilərdik. Məxrəcdə 4-cü dərəcədən bu 9-u indi kökün altına salaq. 6-cı dərəcədən kökün altına girdiyi üçün o 9 üstü 6 kimi girər. Burada da 243 var. 243 isə 3 üstü 5-dir. Bərabərdir. İndi daha bir qaydanı yadımıza salaq. N-ci dərəcədən kök altında, M-ci dərəcədən kökdə A belə olarsa, nə edirdik? Qayda necədir? Kökün dərəcələri bir-birinə vurulur. Olur, N vur M-ci dərəcədən kök altında A. Onda biz burada surətdə alırıq ki, 24-cü dərəcədən 8-ə 3-ə vurduq. 3-ün kubu vurulsun, 3-ün kvadratı, bu da eləyər 3 üstü 5.
Bəs məxrəcdə nə olur? Yenə də kökün dərəcələri biri 4-dür, biri 6-dır. Onlar bir-birinə vurulanda 24 eləyər. 24-cü dərəcədən kök altında, bunu biraz səliqəylə yazaq. Görürsün. 24-cü dərəcədən kök altında 9 3-ün kvadratıdır. Onda 3-ün kvadratı üstü 6 bizə verər 3 üstü 12-ni. Vurulsun 3 üstü 5 də var. İndi hər ikisi eyni dərəcədən kökün altındadır. Ardını buradan yazaq. Onda bir kökün altında yazmaq olardı. 24-cü dərəcədən 3 üstü 5 bölünmüş. Məxrəcdə də 3 üstü 12 vurulsun 3 üstü 5. Bax, indi elə burada 3 üstü 5-ləri ixtisar apara bilərik. Alırıq ki, 24-cü dərəcədən surətdə 1, məxrəcdə isə 3 üstü 12. Yenə də kökü parçalasaq, surətdə 24-cü dərəcədən kökdə 1, məxrəcdə isə 24-cü dərəcədən kökdə 3 üstü 12. Kökün altında 1 olanda ondan 1 çıxır. Burada isə 24 ilə 12-ni ixtisar eləyə bilərik. Qalır ikinci dərəcədən kök altında 3. Yəni 1 bölünmüş kökdə 3. Bu da cavab A variantındadır. 14-cü test. 14-cü testdə A çıx B, məxrəcdə isə 3-cü dərəcədən kök altında A kvadrat üstəgəl 3-cü dərəcədən kök altında B kvadrat üstəgəl 3-cü dərəcədən kökdə AB üstəgəl ayrıca 3-cü dərəcədən kökdə B. Bu ifadəni sadələşdirmək lazımdır. Əgər biz 3-cü dərəcədən kökün altında ifadə görürüksə, fikirləşir ki, bu A-nı da yaza bilərdik 3-cü dərəcədən kök altında A-nın kubu kimi. Çıxılsın B-ni də 3-cü dərəcədən kök altında B-nin kubu kimi yaza bilərdik. Məxrəci olduğu kimi saxlayaq və yaza-yaza fikir veririk ki, bu cəmin natamam kvadratıdır. Üstəgəl 3-cü dərəcədən B kvadratı, bax bunlar kvadratlardır. Üstəgəl 3-cü dərəcədən AB. Üstəgəl ayrıca 3-cü dərəcədən kökdə B də var burada. Bu da bərabərdir. İndi bu kəsrin surətini vuruqlara ayıra bilərik. Kublar fərqi kimi. Onda birinci mötərizə olur. 3-cü dərəcədən kökdə A çıxılsın 3-cü dərəcədən kökdə B. İkinci mötərizə isə birincinin kvadratı, yəni 3-cü dərəcədən kök altında A kvadrat. Üstəgəl birinci ilə ikincinin hasili, yəni 3-cü dərəcədən onları da bir kökün altında yaza bilərik AB. Üstəgəl ikincinin kvadratı, yəni 3-cü dərəcədən kök altında B kvadratı. Məxrəc isə olduğu kimi və hətta məxrəcdə ikinci və üçüncü toplananların yerində dəyişək, daha aydın olsun. 3-cü dərəcədən kökdə AB, üstəgəl 3-cü dərəcədən kökdə B kvadratı. Üstəgəl kəsrin yanında 3-cü dərəcədən kökdə B. İndi bu kəsirdə görürük ki, bu cəmin natamam kvadratları eyni olduğu üçün ixtisar gedir. Qaldı surətdə ancaq 3-cü dərəcədən kökdə A çıxılsın 3-cü dərəcədən kökdə B. Məxrəc 1 olduğu üçün onu yazmırıq. Kəsirdən sonra üstəgəl bir 3-cü dərəcədən kökdə B də var idi. Burada da əks hədlər olduğundan 3-cü dərəcədən kökdə B ilə müsbət mənfi 3-cü dərəcədən kökdə B ilə müsbət 3-cü dərəcədən kökdə B islah olunur. Qaldı 3-cü dərəcədən kökdə A. Deməli, cavab oldu C bəndi. A kiçikdir 0 və B böyükdür 0 olduqda AB kvadratı vurulsun 4-cü dərəcədən kök altında A kvadratı bölünmüş B üstü 9 ifadəsində vuruğu kök işarəsi altına salın. A mənfidir, B müsbətdir. Onda mənfini müsbətə vuranda mənfi eləyir. Mənfi işarəsini kökün altına sala bilmərik. Mənfi qalır kökün xaricində və biz bunu hansı kökün altına salırıqsa, həmin kökün dərəcəsini özünə qüvvət üstü seçir. Yəni AB kvadratının
üstü 4 kimi girəcək kökün altına və kökün altında da a kvadratı bölünmüş b üstü 9 var idi. Vurulur. Bərabərdir. Mənfi kök altında. Açsaq mötərizəni a üstü 4, b üstü 8 vurulsun. Burada da a kvadratı b üstü 9. O da bərabərdir. Yenə mənfi qaldı kökün xaricində. A üstü 4'ü a kvadratına vursaq a üstü 6, b üstü 8 ilə də b üstü 9'a ixtisar eləsək məxrəcdə bir dənə b qalır. Deməli oldu. Kökün də dərəcəsi 4'dür. Deməli oldu. 4-cü dərəcədən kök altında a üstü 6 böl b, amma kökün qarşısında mənfi işarəsi var idi. Deməli bu da oldu. Cavab D bəndi. 16-cı sual. X natural ədədi üçün, deməli x natural ədəddir. A bərabərdir 7-ci dərəcədən kök altında x kvadrat vurulsun 3-cü dərəcədən kökdə x olur. N'in hansı ən kiçik natural qiymətində a üstü n natural olar? Ən kiçik n soruşur. Nə edə bilərik? Yenə də biz kökün altına salaq. X kvadratını bu kökün altına salsaq, deməli x kvadratının kubu kimi girər. Burada da vurulsun x var idi. O da bərabərdir. Kökün dərəcələri bir-birinə vurular 21-ci dərəcədən. X kvadratını x kuba yüksəltsək x üstü 6 olar. X üstü 6'nı da x'a vursaq x üstü 7 alarıq. İndi kökün dərəcəsi ilə kök altı ifadənin qüvvət üstü eyni bir ədədə bölünür, 7'ye bölünür. 7'ye bölsək qalar 3-cü dərəcədən kök altında x. Deməli biz a-nı hansı qüvvətə yüksəldək ki, burada natural ədəd alınsın? Təbii ki, kuba yüksəltməliyik. Yəni a kubu bizə 3-cü dərəcədən kök altında x bunun kubu, o da x-i verər ki, şərtə görə x da natural ədəd idi. Deməli ən kiçiyi 3'dür. 3'e bölünən istənilən qüvvətə yüksəltsək, yenə də natural alacağıq və bizdən də ən kiçiyini soruşur. Ona görə n bərabərdir 3. 17-ci sual. 17-ci sualda 32 bizə 2 üstü 5 kimi məlumdur, tanışdır. 32'nin yerinə 2 üstü 5 yaza bilərik. Bunun da üstündə 5'də 2'dir. Üstəgəl 0,1000'də 125 isə 0,10'da kubudur. 0,10'da kubu. Gəlin burada mənfi 1,3'də 2'ni də çevirək. 3'də 5 kimi yazaq. Mənfi 3'də 5. Üstəgəl qüvvətə yüksəldərkən üstlər vurulur. 5'in kubu mötərizənin üstü 0. Bu elə 5 üstü 0 deməkdir. Çünki 3'e 0'a vuranda 0 elədi. Üstəgəl 0,1000'də 1, 0,10'da kubudur. 0,10'da kubu. Bunun da üstündə mənfi 3'də 1 var. Bu da bərabərdir. Qüvvətə yüksəldərkən üstlər vurulur. Burada alınır 2 üstü 2. Üstəgəl burada 0,10'da 5 üstü mənfi 5. Üstəgəl 5 üstü 0 verir 1. Üstəgəl 0,10'da 1 üstü mənfi 1. Bilirik ki 2 üstü 2 4 eləyir. 0,10'da 5 10'da 5 deyib ixtisar eləsək 2'də 1. 2'də 1 üstü mənfi 5 isə elə 2 üstü müsbət 5 deməkdir. Üstəgəl 1. 10'da 1 üstü mənfi 1 elə 10 üstü müsbət 1 deməkdir. O da bərabərdir. 4 üstəgəl 32 üstəgəl 1 üstəgəl 10. Bu isə bizə verir 47'ni. Cevap oldu 47. 18. sual. Kök altında 47 üstəgəl
Mötərizədə 3 minus 2 kökdə 5 vurulsun, kök altında 29 üstəgəl 12 kökdə 5 kök bağlandı. Bu ifadənin qiymətini hesablayın. Şuralar belə bir qayda var ki, kök altında a plus minus 2 kök altında b ifadəsini əgər elə m və n ədədləri tapa bilsək ki, həmin ədədlərin hasili b-ni, cəmi isə a-nı verir, onda bu ifadə kökdə m plus və yaxud minus kökdə n kimi kökdən çıxır. Çünki bu tam kvadrat olur. Harada ki, bu m n-dən böyükdür. Bu xassəni biz burada tətbiq eləyək. Hara tətbiq eləyirik? Bax, bu ifadə üçün. Kök altında 29 plus 12 kökdə 5. Həmin xassəyə görə kök altında 29 plus 12 kökdə 5-i biz əvvəl gətirək bu şəklə. Yəni 29 üstəgəl 2-ni saxlayaq kökün xaricində. 12 2 vur 6-dır. 6-nı versək kökün daxilinə, kökün altına. 6 36 kimi girir içəri. 36-nı da 5-ə vursaq bu eləyər 180. Bax, indi düşdü bu şəklə. Kökün altında a üstəgəl 2 kökdə b şəklində oldu. İndi hansı 2m və n ədədləri var ki, onların hasili 180, cəmi isə 29-dur. Bəli, 20 vur 9, 180 eləyir. 20 üstəgəl 9, 29 eləyir. Deməli, onda m-in yerində 20-dir, n-in də yerində 9-dur. Onda bu bərabərdir. Kökdə 20 üstəgəl kökdə 9. Kökdə 20 də elə 2 kökdə 5 deməkdir. Çünki 20-ni biz 4 vurulsun 5 kimi göstərə bilirik. 9 da ki 3-ün kvadratı olduğundan oradan da 3 çıxdı. Deməli, biz burada bu ifadəni necə yaza bilərik indi? Yaza bilərik ki, bizim bu ifadə bərabərdir. Kök altında 47 üstəgəl 3 çıx 2 kökdə 5 vurulsun. Bu da alındı ki 2 kökdə 5 üstəgəl 3'dür. Və kökü də bağladıq. Onda bu bərabərdir. Nöqtəsəl vurma eyniliyinə görə bax bu bizə verir 3-ün kvadratı çıx 2 kökdə 5-in kvadratı. Yəni 9 çıxılsın 20. Kökün altında 47 üstəgəl 9 çıx 20. Bu isə nə verir? 47 üstəgəl 9 elədi 56. 56-dan da 20 çıxanda 36. Kökdə 36-dan nə çıxır? 6. Deməli, cavab oldu 6. 19-cu sual. 3-cü dərəcədən kök altında 4 çıx kökdə 15 bölünmüş. 3-cü dərəcədən kök altında 31 üstəgəl 8 kökdə 15. Üstəgəl kökdə 15 ifadəsinin qiymətini tapın. Fikir versək, surət və məxrəc eyni dərəcədən kökün altındadır. Onda onları bir kökün altında yaza bilərik. Yəni, 3-cü dərəcədən kök altında 4 çıx kökdə 15 bölünmüş 31 üstəgəl 8 kökdə 15 kimi yaza bilərik. Sonra üstəgəl kökdə 15-i də yazaq. Bərabərdir. İndi bu kəsirdə, kökün altındakı kəsirdə məxrəci irrasionaldan qurtarmaq üçün məxrəcin qoşmasına vurur. Surət və məxrəci. Yəni 31 üstəgəl 8 kökdə 15 qoşması olar 31 çıxılsın 8 kökdə 15. Surəti də bu ifadəyə vuraq. 4 çıx kökdə 15-i vururuq 31 çıxılsın 8 kökdə 15-ə. Üstəgəl kökdə 15. Bu da bərabərdir. 3-cü dərəcədən kök altında. Məxrəc müxtəsər vurma eyniliyinə görə açılsa, 31-in kvadratı eləyir 961 çıxılsın
8 kökdə 15-in kvadratı. 8 kökdə 15-in kvadratı da 8-i 8-ə vursaq 64. Kökdə 15-in də kvadratı 15. Surətdə isə olduğu kimi yazaq. Hətta bax burada ayrıca bu 31 çıx 8 kökdə 15-i bayaq dediyimiz qayda ilə 31 çıxılsan 8 kökdə 15 yenə də tam kvadratdır. Niyə? Çünki bunu da getirə bilərəm mən o a plus minus kök altında. A plus minus 2 kökdə b. Bu şəklə getirə bilərəm. Yəni bu 31 çıxılsın 2 kök altında 4'ü kökün altına salsam 16 kimi girir. 16 vur 15'dir. Bax elə burada 16 vur 15, bu isə 16 üstə gəl 15'dir. Deməli onda belə çıxır ki, bu kökdə 16 çıxılsın kökdə 15 mötərizənin kvadratıdır. Ona görə burada da bunu nəzərə alsam 31 çıx 8 kökdə 15'in yerinə yazsam ki, kökdə 16 yəni 4 çıxılsın kökdə 15 mötərizənin kvadratı üstə gəl kökdə 15 bərabərdir. Burada kökün altındakı 961 çıxılsın 64'ü də 15'ə vursaq 960 eləyir bərabərdir. 961'dən 960 çıxanda cavab 1'dir. Onda qaldı 3-cü dərəcədən. Bunlar da bir-birinə vurulsa 4 çıx kökdə 15 mötərizənin kubu alır. Üstə gəl kökdə 15. Kubla kökün dərəcəsi eyni olduğundan getdi. Yəni kök altı ifadənin qüvvət üstü ilə kökün dərəcəsi eyni olduğundan getdi. Qaldı 4 çıx kökdə 15. Üstə gəl kökdə 15. Bu isə bərabərdir 4'ə. Beləliklə bunun cavabı oldu 4. 20-ci sual. A-nın neçə tam qiymətində kök altında 14 minus a üstə gəl kök altında a minus 9 ifadəsinin mənası olar. Yenə də cüt dərəcədən kökün mənasının olması üçün kök altı ifadələr mənfi olmamalıdır. Yəni 14 çıx a da böyüdür, bərabərdir 0 olmalıdır. A çıx 9 da böyüdür, bərabərdir 0 olmalıdır. Hər ikisini ödəyən a-ları tapırıq. Birinci də bərabərsizlikdən alırıq ki, mənfi a böyüdür, bərabərdir mənfi 14'dən. İkincidən alırıq ki, a böyüdür, bərabərdir 9'dan. Yenə də birinci bərabərsizliyin hər tərəfini mənfiyə bölsək, mənfi 1'ə bölsək, onda bərabərsizlik işarəsi əksinə dəyişər. A kiçikdir, bərabərdir 14. İkinci bərabərsizlik isə deyir a 9'dan böyük bərabər olsun. Beləliklə 14'dən kiçik bərabər, 9'dan isə böyük bərabər olan. Yəni hər ikisini ödəyənlər 9-14 aralığıdır və bu ədədlərin hər biri də ora daxildir. Deməli, bu bərabərsizliklər sisteminin həlli oldu 9-14. Bu sistemin həlli isə bu ifadənin mənalı olan qiymətlərinin çoxluğu idi. A-nın bu aralıqdan olan qiymətləri bu mənalı edir. Burada olan tam ədədlər hansılardır? 9, 10, 11, 12, 13 və 14. Və neçə tam qiymət oldu? 6 dənə. Cavab oldu 6. 21-ci sual. 3 üstü mənfi 3 vurulsun 6 üstü mənfi 3 üstü 4 bölünmüş 8 üstü mənfi 3 üstü 2 vurulsun 162 üstü mənfi 4 ifadəsinin qiymətini hesablayın. 3 üstü mənfi 3 olduğu kimi saxlayaq. Amma 6 üstü mənfi 3 bunun da üstü 4. O bizə 6 üstü mənfi 12'ni verər. 6'nı isə 3 vur 2 kimi yazaq. Bunun da üstündə dedik ki mənfi 12'dir. Bu 8 üstü mənfi 6'nı verir. 8 özü də axı 2'nin kubudur. Deməli 2'nin kubu üstü mənfi 6 vurulsun. 162 2 vurulsun 81'dir. 81 isə 3 üstü 4 deməkdir. Bunun da üstündə mənfi 4 var. Bərabərdir. İndi mötərizələri açaq. 3 üstü mənfi 3 olduğu kimi qaldı.
Burada oldu 3 üstü mənfi 12. Vurulsun 2 üstü mənfi 12. Məxrəcdə 2 üstü mənfi 18. Vurulsun 2 üstü mənfi 4. Vurulsun 3 üstü mənfi 16. Bərabərdir. Surətdə 3 üstü mənfi 15 var. Vurulsun 2 üstü mənfi 12 var. Məxrəcdə 2 üstü mənfi 22. Vurulsun 3 üstü mənfi 16. Əsasları eyni olan qüvvətləri bölərkən üstlər çıxılır. Deməli, əvvəl 2-ləri həll eləyək. 2 üstü mənfi 12 surətdə idi, mənfi 22 məxrəcdə idi. Deməli, çıxırıq mənfi 22-ni. Vurulsun 3 üstü mənfi 15 surətdə idi, məxrəcdəkinin üstü isə mənfi 16 idi. Deməli, çıxılsın mənfi 16. O da bərabərdir. Mənfi 12 çıx mənfi 22 bu eləyər. Elə mənfi 12 üstəyəl 22 o da 10'dur. Deməli 2 üstü 10 vurulsun. 3 üstü mənfi 15 üstəyəl 16. Yəni 3 üstü 1. 2 üstü 10 mini 24'dür. 3 üstü 1 də elə 3'dür. Deməli cavab elədi 3072. Burada cavab oldu 3072. 22. sual. 2 bölünmüş 4 minus 3a üstə gəl kökdə 3a bölünmüş 3a minus 4 mötərizə bağlandı bölünmüş 2 bölünmüş kökdə 3a üstə gəl 2 ifadəsini sadələşdirin. Bərabərlikdən sonrakini yazaq. Birinci kəsri olduğu kimi saxlayaq. Amma ikinci kəsrin məxrəcində azalanla çıxılanın yerini dəyişib mənfi işarəsini verək kəsrin qarşısına. Çıxılsın 4 çıx 3a yazaq ki, birinci kəsrin məxrəci ilə eyni olsun. Surətdə isə kök altında 3a olduğu kimi yazdıq. Bölməni vurmaya çevirək, vurulsun. Bunu da tərsinə çevirərək. Kök altında 3a üstə gəl 2 surətdə yazaraq, məxrəcdə isə 2 olar. Bərabərdir. Mötərizənin içərisi məxrəcləri eyni olan kəsirlərdir. Onları çıxarkən məxrəc olduğu kimi qaldı. Surətləri çıxıb surətdə yazırıq. Yəni 2 çıxılsın kök altında 3a. Vurulsun, o birisində də 2-də, kök altında 3a üstə gəl 2'dir. Məxrəc 2 vurulsun 4 çıx 3a. Surətdə isə 2 çıx kökdə 3a-nı 2 üstə gəl kökdə 3a, burada toplananların yerini dəyişə bilərik. Müxtəsər vurma eyniliyinə görə bunların hasili verir bizə 2'nin kvadratı, yəni 4. Çıxılsın kökdə 3a-nın kvadratına, yəni 3a-nın. Bu isə məxrəcdəki vuruqdur. Onda ixtisar getsə qalır 2'də 1. Deməli cavab oldu 2'də 1 və 0,5 də deyə bilərdik. 23. sual. Kök altında 28 üstəyəl 10 kökdə 3 bölünmüş kök altında 10 çıx 4 kökdə 6 vurulsun. 5 çıx kökdə 3 bölünmüş 2 üstəyəl kökdə 6 ifadəsinin qiymətini hesablayın. Bayaq dediyimiz qaydaya görə gəlin kök altında 28 üstə gəl 10 kökdə 3'ün nəyə bərabər olduğunu müəyyən edək. Deməli, bayaqki formaya görə biz burada kökün qarşısında 2 saxlamalıydıq. 28 üstə gəl 2 kök altında. 5'i kökün altına salırıq. 5 kökün altına girəndə 5'in kvadratı 25 kimi girir. Yəni 25 vurulsun 3 olur burada. İndi elə açıq aydın görsəndi n və n ədədləri. Bu 25 vur 3'dür. Bu isə 25 üstə gəl 3'dür. Deməli, bu kökdə 25 üstə gəl kökdə 3 verir bizə. Kökdə 25'dən də 5 çıxır. Deməli, 5 üstə gəl kökdə 3'dür. Məxrəcdəki kökə baxaq. Kökün altında 10 çıxılsın 4 kökdə 6. Yenə də buradan kökün qarşısında 2 saxlayaq. O birisi 2'ni kökün altına verək. Kökün altında 10 üstə gəl 10 çıxılsın 2 kök altında 4 vur 6 olur. Bu da görünür 4 vur 6. Bu isə 4 üstə gəl 6 olduğundan bayaq dediyimiz qaydaya görə olur. Bu kök altında 6 çıxılsın kökdə 4. Yəni kökdə 6 çıxılsın 2.
Bax, indi bunu və bunu bu ifadədə yerinə qoysaq nə alarıq? Alarıq ki, surətdə kökdə 5, yox, 5 üstəgəl kökdə 3, məxrəcdə isə kökdə 6 çıx 2. Bu birinci kəsir. İkinci kəsir isə 5 çıx kökdə 3. Məxrəcdə isə 2 üstəgəl kökdə 6. İndi kəsri vurarkən surət surətə, məxrəc məxrəcə vurulur. Surətdə müxtəsər vurma eyniliyinə görə yaza bilərik ki, 5-in kvadratı, yəni 25, çıxılsın kökdə 3-ün kvadratı, yəni 3. Məxrəcdə isə kökdə 6-nın kvadratı, yəni 6, çıxılsın 2-nin kvadratı, yəni 4. Bu da bizə verir nəyi? 2-də 22-ni. Onun da cavabı elədir 11. Deməli, cavab oldu 11. 24-cü suala baxaq. 24-cü sualda düzbucaqlı şəkilli ABCD parkının daxilində uşaqlar üçün ayrılmış YKFD kvadrat şəkilli hissənin sahəsi 324-dür. Deməli, bunun əgər sahəsi 324-dürsə, kvadratın sahəsi 324-dürsə, deməli, onda onun tərəfi 18-dir. Burada 18-dir, burada 18-dir. YA kökdə A, FC isə kökdə B. Bunlarsa parkın uşaqlar üçün ayrılmayan A, B, C, F, K, Y hissəsinin sahəsini A və B ilə ifadə edin. Gəlin biz bu hissəni bölək. Bax, belə düzbucaqlılara ayırsaq çox rahat alınlar. Birinci bax, bu düzbucağının sahəsinə S1, bura S2 deyək, burada S3 deyək. S1 bərabərdir. Bir tərəfi kökdə A-dır, digər tərəf isə bu kvadratın tərəfinə bərabərdir, yəni 18-dir. Bura 18-dir. Onda S1 oldu 18 kökdə A. S2 bu düzbucağının bir tərəfi kökdə B-yə bərabərdir. Çünki bura kökdə B-dirsə, deməli, burada kökdə B-dir, elə burada kökdə B-dir. Yəni, bura kökdə B-dir. Digər tərəfi isə kökdə A-ya bərabərdir. Bura, elə bura bərabərdir. Deməli, onda S2 bərabər olar kökdə B vurulsun kökdə A və yaxud da ki, kök altında AB yaza bilərik. S3 nəyə bərabərdir? S3 isə bu düzbucaqlıdır. Bu düzbucaqlının bir tərəfi kökdə B-dir, digər tərəfi isə kvadratın tərəfi ilə eynidir, yəni 18-dir. Burada 18-dir. Onda S3 oldu 18 kökdə B. Ştrixlənmiş hissə uşaqlar üçün ayrılmayan hissədir. Deməli, S ştrix bərabərdir bunların cəmi. 18 kökdə A üstə gəl 18 kökdə B yazaq. Üstə gəl kökdə AB. Cavab oldu bu. Ən azından burada biz ya buradan 18-i çıxarta bilərdik mötərizə xaricinə. Elə belə saxlasaq daha yaxşısı. 18 kökdə A üstə gəl 18 kökdə B. Üstə gəl kökdə AB. Bu cavab. Və sonuncu test. 25-ci. X 4 ilə 6-nın arasında olarsa və bunlara bərabər də ola bilər. Yəni 4-dən böyük bərabərdir, 6-dan kiçik bərabərdir. Bu ifadəni deyir sadələşdirin. Həmin ifadəni köçürtmürəm. Bərabərlikdən sonra köklə kvadrat getdi, qalır modulda. Modulda x minus 3. Üstə gəl. Yenə də köklə kvadrat getdi, qaldı modulda. X minus 7. Burada da köklə kvadrat getdi, qaldı modulda x minus 8. Çıxılsın, eyni qayda ilə köklə kvadratı aparırıq, qalır modulda 6 minus x. İndi moduldan çıxartmaq üçünsə baxırıq modulun içindəkinin işarəsinə. X əgər 4 ilə 6-nın arasındadırsa, onda yəni 4-dən böyük bərabərdir, 6-dan kiçik bərabərdir. Onda birinci
modulun içindəki müsbətdir. Əgər bu müsbətdirsə, deməli özü çıxır. Yəni x minus 3 özünü çıxartdıq. Üstəgəl x 6-dan kiçikdir. 4 ilə 6-nın arasındadır. 6-dan kiçikdir. Deməli 7-dən də kiçikdir. Onda bura mənfidir. Bu mənfidirsə, onda buradan bunun əksi çıxır. Siz də bilirsiniz ki, a minus b-nin əksi b minus a-dır. Ona görə burada x minus 7-nin əksi 7 minus x-dır. Eyni qayda ilə məxrəcdə də x minus 8 bu mənfidir. Mənfidirsə, deməli buradan əksi çıxacaq. Əksi x minus 8-in əksi də ki 8 minus x olar. Çıxılsın. 6 minus x bu müsbətdir. Müsbətdirsə özü çıxır. Amma burada modulun qarşısında mənfi işarəsi var. Onda bunu adi mötərizə ilə yazaq. 6 minus x. Bu da bərabərdir. Surətdə x minus x islah olunur. Mənfi 3 üstəgəl 7 verir bizə 4-ü. Məxrəcdə də bu mötərizəni açsaq, mötərizənin qarşısında mənfi işarəsinə görə içərisindəkilər öz işarəsinə əksinə dəyişir. Olur mənfi 6 üstəgəl x. Və burada da mənfi x-dan müsbət x gedər. 8 çıx 6 isə 2 verir. 4 bölü 2 də cavab elədi 2. Deməli, burada da cavab oldu 2. Əgər bu video sizə kömək etdisə, bəyənməyi və kanala abunə olmağı, paylaşmağı unutmayın. İmtahana artıq çox az vaxt qaldığı üçün bundan sonra kanalda daha çox sınaq imtahanları və ən kritik sualların izahını paylaşacağım. Məqsəd sizi imtahanda səhvsiz nəticəyə çatdırmaqdır. Davamını qaçırmamaq üçün mütləq abunə olun. Növbəti sınaqda görüşənədək. Uğurlar.